müsbət xüsusiyyət səbəbi ilə iman gətirirdilər. Bəzisi ədalət səbəbindən. Ədalət tələb adamdır, dində ədalət görür, din onu cəzb edir. Bəzisi mərddir, mərdlik səbəbindən, biri həya səbəbindən. Hər kim hər hansı bir səbəbdən görürsən ki, iman gətirə bilər. Amma bir şəxs bir səbəbdən İslama iman gətiribsə, o xüsusiyyətdə ilişib qala da bilər. Sonradan bütün vücudu ilə tam olaraq bütöv dini də qəbul edə bilər. Bax, önəmli məsələ budur. Bir cəhətdən İslamı qəbul elə. Amma təkcə o bir cəhətdə ilişib qalma axıra qədər. Bir cəhət vasitə olsun, bəhanə olsun ki, bütöv sonra başqa hissələrini də tanıyasan İslamın. Digər hissələrini də tanıyıb qəbul eləyəsən. O adamlar ki, bir səbəbdən İslama daxil olurdular, sonradan bütöv İslama təslim olurdular, tədricən onlar imanda önə çıxırdılar. Amma bəziləri qalırdı. Qalırdı elə o bircə dəyərdə. Dində bir hissə buna xoşdur, ona ilişib qalırdı, başqa hissələrini yox. Onlar dindən çıxırdılar ya dinə düşmən olurdular. Bunun içində uyğun bir hissəsi var dinin. O yaxşı şeydir, normal bir şeydir. Bu bir qapıdır, daxil ol. Sonra davam elə, seyr elə və qəbul elə bir sistem olaraq. Bəziləri yox, elə o qapıdan daxil olurdu. Elə dinin ancaq o hissəsi ki, bunun içinə uyğundur, həmahəngdir, onu din olaraq bəyənib seçirdi, qalan hissəsinə təslim olmurdu. Həmzə ancaq o mərdlik xüsusiyyətində, qəhrəmanlıq xüsusiyyətində ilişib qalsaydı, başqa fəzilətləri mənimsəməsəydi, o zaman Əliyə təzim eləməzdi, Həzrət Əliyə ehtiram eləməzdi. Əksinə deyərdi ki, mən onunla nəyəm əskiydim. Düzdür, bunun qəhrəmanlığı, mərdliyi cuşa gəldi, Peyğəmbəri himayə elədi, amma təkcə bunda qalsaydı, o zaman inkişaf eləməzdi. Hər adam bir nöqtədən başlayır, eybi yoxdur, tam normal haldır. Amma başlanğıc nöqtəsindən sonra gərək hərəkət eləyəsən, inkişaf eləyəsən. Elələr də vardır ki, ədalət tələbdir. Bəziləri üçün ədalət nədir? Ədalət odur ki, mənə nəsə düşsün. Ədalət axtarır doğrudan da, amma ədalət öz payını əldə eləmək üçün, öz haqqını, sırf özü üçündür. Ədalət bunun üçündür ki, mənə düşən düşsün mənə. Sırf bununla ilişib qalır, ədalət, ədalət, ədalət. Başqa bir şey gözü görmür. İş bu yerə satır ki, Peyğəmbərə deyir ki, ey edil, ədalətli ol. Peyğəmbərdən, maşallah, ədalət tələbliyin həddinə bax. Ki, Peyğəmbərdən tələb eləyir. Sonra da Əliyə düşmən olur həmin ədalət şüarı ilə. Ədalət tələbli ilə dinə daxil olur, ancaq din ədalətdir. Bu solçudur, o dövrün solçularından. Ancaq ədalətdə ilişib qalır və din olur bunun üçün ancaq ictimai ədalət. Gərək dini bütövlükdə qəbul eləyəsən. Bütövlükdə. Bir xislət bəhanə olsun, səbəb olsun. Bəzisi mərhəmət səbəbindən dinə gəlirdi. Axı din rəhmət dinidir də, İslam dini. Sonra həmin rəhmət səbəbindən, rəhimlilik səbəbindən Əliyə düşmən olur. Deyir ki, sən adam öldürürsən.